Qaldı ki, insanın elmsiz danışması bu fəsad edir. Nəinki islah etməkdənsə. Elmsiz danışmaq, xüsusən də şəri məsələlərdən. Sizə mən soruşsam ki, qardaş biraz öncə xatırlatdığı kimi, şirkdən böyük günah varmı? Siz bir ağızdan deyəcəksiniz ki, şirkdən böyük günah yoxdur. Elə deyilmi? Hamı bilir ki, şirkdən böyük günah yoxdur. İnnallâhe la yaghfiru en yushraka bi ve yaghfiru ma dune zalika limen yasha. Allah buyurur ki, subhanahu teala, Allah ona şərik qoşanı əsla bağışlamayacaq. Lakin ondan kiçik günahları bağışlayacaq. Mən sizə desəm ki, İbn-i Qayyim rahimehullah deyir ki, şirkdən böyük günah var. Siz təəccüblənərsiniz, bəlkə birinci dəfə də eşidirsiniz. Elə deyilmi? Bilirsiniz nədir? Şirkdən böyük günah Allahın adından elmsiz şəkildə danışmaq. Dəlil nədir? Dəlil Ərəf surəsində ayə var. Qul innəmə harrama rabbiyəl fəvahişə mə zahara minhə və mə batan. Deyir ki, Allah subhanahu teala, Allah zahirdə və gizli olan bütün fuhuşları hamısını haram etdi. Zülmü, Allaha şərik qoşmağı, axırda nə deyir Allah subhanahu teala? Və ən təqulu aləllahi mə lə ta'ləmun. Allahın adından bilmədiklərinizi danışmaq. Allahın adından elmsiz danışmaq şirkdən böyük günahdır, Allah qorusun. Bilirsiniz nəyə görə? Allahın adından. Sən bir məsələni deyəndə ki, bu məsələ belədir. Desən ki, bu məsələ bu cürə məşru olub şəriətdə. Bu kitabın, Allahın kitabından sanki danışmış olursun və yaxud Muhammed sallallahu aleyhi ve sellemin adından danışmış olursun. Ona görə nədir? Ümumiyyətlə, hər bir müsəlman, nə ki elm tələbəsi, oxuyan və oxumayan, üzərinə vacib olan odur ki, dilini qorusun. Dilini qorusun, Allahdan qorusun bu məsələyə görə.